Cərrahi əməliyyat kişinin yerinə görə həcmi, seçilmə metodu dəyişə bilər. Açıq əməliyyatlarda əsasən sümüyün xaricindəmi yerləşir törəmə, yoxsa daxilindəmi yerləşir, ona görə qərar verilir. Sümüyün daxilində yerləşən törəmələrdə xüsusilə sümük bölgəsi bir qapaq açılaraq o bölgədəki törəmə təmizlənir. Təmizləndikdən sonra isə o boş qalmış bölgəyə yeni sümük toxuması və ya başqa bir şey qoyula bilər. Bəzən əməliyyat sonrası təmizlənən bölgəyə qoyulan sümük yetərsiz ola bilir və ya sümüyün sınma ehtimalı ola bilir, patoloji sınıq olma ehtimalı olduğu üçün əlavə olaraq lövhə və ya millə fiksasiya ehtiyacı duyula bilər. Bəzi hallarda isə fiksasiya ehtiyacına gərək görülmür, əgər törəmə çox kiçikdirsə. Xoş xəstəli törəmələrin bir qismi əməliyyat ehtiyacı duymaya bilər. Məsələn, fibroz mənşəli olan törəmələrdə çox sıx gəlinir. İnsidental olaraq xəstənin heç bir şikayəti olmadan xəstəyə bir MRT və ya KT çəkilir. O bölgədə toxumanın hər hansı bir xoş xəstəli törəməsi görülür. Bunların əksəriyyətində non-ossifiyə fibrom dediyimiz, yəni sümükləşməyən fibroma şəklində özünü göstərir. Bu tip non-ossifiyə fibrom törəməsində xəstəyə əməliyyat tövsiyə olunmur. Törəmə o qədər böyük ola bilər ki, biraz öncə qeyd etdiyim kimi, sümük toxumasının keyfiyyətsiz bir toxuma ilə əvəz edildiyi üçün sümük toxumasının sınmaması üçün xüsusilə cərrahımız sizə əməliyyat təklif edə bilər. Bu əməliyyatda da eyni şəkildə o bölgənin təmizlənməsi və sümüklə əvəz olunması şəklində ola bilər. Küretaj əməliyyatı və sümüklə qrefləmə. Sümük seçimi müxtəlif ola bilər. Sümük xəstənin özündən alınmış ola bilər və ya süni sümük əvəzediciləri olan materiallardan istifadə edilə bilər. Təbii ki, xəstənin özünə aid olan materialın bitişmə ehtimalı daha yüksək olduğu üçün, yəni özünə aid olması daha tövsiyə ediləndir. Bir qrup sümüklərdə xüsusilə ölü kadavralardan alınmış sümüklərdir. Bunlar xüsusi işləmlərdən keçirilərək, sterilizasiya yöntəmlərindən keçirilərək, keyfiyyətinin dəyişməmək şərti ilə əməliyyatlarda istifadə oluna bilər. Onlar da aşağı-yuxarı otoqraf həmin insandan alınan sümüyə bənzər bir keyfiyyətdədir. Onlar da istifadə oluna bilər. Bir də süni sümük dediyimiz sümük əvəzedicilər var. Bu süni sümük əvəzediciləri xəstə alloqreft və ya kadavradan alınmış qreft, sümük qrefti əlimizdə yoxdursa və insan özündən alınacaq əlavə bir bölgəyə xəsarət yetirmək istəmirsə, o zaman süni sümük əvəzedicilərindən də istifadə edə bilərik. Bəzi xoş xəstəli törəmələr, bəd xəstəli törəmələrlə xoş xəstəli törəmələr arasında bir ara keçid təşkil edir. Bunlarda uzaq metastazlar yayılma görülmədiyi halda xəstəliyin yerli yayılma ehtimalı çox yüksəkdir. Bu tip xəstəliklər xüsusilə olduğu bölgəni tamamilə destruksiya edə bilər. Bunların vaxtında aşkar edilməsi lazımdır. Əksər hallarda o bölgə çat və ya sınıq əmələ gəlincəyə qədər xəstə heç bir şey hiss etmir. Bir anda adi bəsit bir travmadan sonra o bölgədə zəif bölgə sınıqla və s. patoloji sınıq deyirik biz buna şəkildə müraciət edə bilər və çəkildiyində bəsit rentgendə belə əksər hallarda bu sınığın travmaya bağlı sınıq olduğu və ya patoloji zəifləməyə bağlı bəsit bir travma ilə olan sınığa bağlı olduğunu ayırd etmək olur. Əlbəttə, bu törəmənin hansı törəməyə aid olduğu, xoş xəstəli və ya bəd xəstəli və ya hansı alt tipini ayırd etmək üçün əlavə, biraz öncə qeyd etdiyim ki, KT və MRT şəkildə doktorunuz sizdən istəyə bilir. Lokal aqressiv tümörlər və ya törəmələr deyirik biz buna. Xüsusilə ən sıx yayılan anevrizmal sümük hissəsi və ya dev hücrəli tümör dediyimiz gigant sel tümör şəklində özünü göstərə bilər. Bunlardan ən sıx ikisini görürük. Bunlarda müalicə taktikası biraz öncə qeyd etdiyim kimi bəsit xoş xəstəli törəmələrdən fərqi nədir? Bu bölgədə olan toxuma təmizləndikdən sonra bu xəstələrdə xəstəliyin ikinci ili əmələ gəlmə ehtimalı çox yüksəkdir. Tarix 15-20% hallarda yetəri qədər təmizlənmirsə və ya təmizləndiyi halda belə adda-budda qalan kiçik hüceyrələr yenidən çoxalıb o törəməni əmələ gətirə bilir. Onun üçün bu tip problemlər olmasın deyə genişlədilmiş küretaj dediyimiz əməliyyat icra olunur. Bunda da eyni şəkildə o bölgədə toxuma
bölgəsində pəncərə açılır. O bölgə təmizləndikdən sonra cərrahi olaraq o bölgəyə geri qalmış kiçik hüceyrələri, mikroskopik və ya gözlə görünməyən o bölgədəki patoloji hüceyrələri öldürmək üçün xüsusi məhlullardan istifadə edilə bilər. Bu spirt və ya fenol ola bilər. O da bəzən bəs eləmir. O bölgənin müəyyən koagulyatorla yandırılması şəklində ola bilər. Bu da bəzən bəs eləmir. O bölgənin doldurulması üçün yerli istilik əmələ gətirə biləcək müəyyən boşluğu dolduracaq əvəzedicilərdən istifadə edilir. Burada sümük qreftinin və ya biraz öncə qeyd etdiyim sümük əvəzedicilərin qoyulmasından sonra o bölgədə törəmənin əmələ gəlmə ehtimalı yüksək olduğu üçün təkrar bu zaman biz tibbi sementdən istifadə edirik. Tibbi sement nə deməkdir? Polimetil metakrilat. Nə üstünlüyü var bunun? Üstünlüyü ondan ibarətdir ki, polimetil metakrilat sərtləşərkən müəyyən dərəcəyə qədər isinir. İsindiyi üçün geridə qalmış o hüceyrələri sıradan çıxarmış olur. Nə çatışmayan cəhəti var? Çatışmayan cəhəti odur ki, bu bir inert materialdır, yəni insanın orqanizminə aid olmayan bir materialdır. Çox böyük bir sahəni əhatə edirsə, əlbəttə ki, zamanla o bölgədə bir boşalma ola bilər və ya laxlama, yer dəyişmə ola bilər və heç vaxt oraya qoyulan o sement dediyimiz, o toxumanı əvəz edən material insan orqanizminə aid olan biomaterial olmadığı üçün gələcəkdə infeksiya və yad cisim olduğu üçün fərqli problemlər yarada bilər. Amma üstün cəhəti biraz öncə qeyd etdiyim kimi, geridə qalan hüceyrələr öldüyü üçün təkrar və xəstənin əmələ gəlmə ehtimalı arası 3-4 dəfə azaltmış olur. Bəd xassəli sümük şişlərindən bəhs etdiyimizdə bunlarda açıqcası xoş xassəli və ya orta dərəcəli belə deyək bəd xassəli olan şişlərə görə və ya lokal aqressiv şişlərə görə proqnoz cəhətdən heç də əlverişli deyil. Xüsusilə bəd xassəli sümük şişləri içində ən çox yayılmış osteosarkoma və Ewing sarkoma dediyimiz törəmələri göstərmək olar. Bu tip törəmələrdə biraz öncə qeyd etdiyim sümük törəmələrinə görə yanaşma tam fərqlidir. Burada artıq sadəcə cərrah deyil, eyni zamanda uşaq olsun və ya böyük olsun, onkoloq və ya radiasiyon onkoloqu dediyimiz bir ixtisas da əlavə olunur. Nədir problem? Problem ondan ibarətdir ki, siz yerli olaraq törəməni çıxartdıqdan sonra belə o bölgədə və ya ondan əvvəl yayıldığı bölgədə təkrar törəmənin əmələ gəlmə ehtimalı yüksəkdir. Bunun üçün əməliyyat etmədən öncə xəstə ciddi bir şəkildə araşdırılmalıdır. Bəd xassəli sümük törəmələrində əsas problem yerli olaraq destruksiya verməsi, yəni o bölgənin dağıtması, eyni zamanda yanaşı orqanlara yayılması. Sümüklə əlaqədar olan törəmələrdə, bəd xassəli törəmələrdə xüsusilə bu tip törəmələr az yaşlı uşaqlarda görülür. Ən çoxu diz nahiyəsində, dizin üst və ya alt qismində və çiyin nahiyəsində görüldüyünü deyə bilərik. Bu tip problemlərdə özəlliklə çox biraz öncə qeyd etdiyim kimi xoş xassəli törəmələrdə olduğu kimi xəstə sınıq oluncaya qədər bəzən heç bir şey hiss eləmir və ya bəzən də xüsusilə gecələri ciddi şəkildə sızlayan ağrı şəklində biruzə verir, ana və ya ata diqqətə almır, sınıq olduqdan sonra gəlir və ya bəzən müəyyən həcmə gəldikdən sonra, böyüdükdən sonra, hətta dəri altına sızdıqdan sonra yaxını gözlə makroskopik olaraq gördükdən sonra müraciət edirlər. Bu da əlbəttə ki, yəni yanaşı orqanlara yayılmasına görə proqnozu müəyyən edən faktordur. Xəstəliyə yanaşanda birinci növbədə xəstə müraciət etdiyində bəd xassəli törəmələrdə xoş xassəlilərdən fərqli olaraq bir mənalı olaraq bəd xassəli törəmənin mikroskopik variantını araşdırmaq üçün biopsiya şərtdir. Biopsiya etmədən heç bir şey edilmir. Biopsiya biraz öncə qeyd etdiyim kimi açıq və qapalı şəkildə edilə bilər. Bəzi hallarda qapalı edilən biopsiyada material yetərli olmadığı üçün açıq biopsiya daha üstünlük verilə bilər. Açıq biopsiyada alınan material göndərildikdən sonra eyni zamanda da bu xəstəliyin digər orqanlara yayılıb-yayılmadığını araşdırmaq lazımdır. Bu işi onkoloq icra edir. Ən çox sümük şişlərində yayıla biləcək orqan akciğer bölgəsidir, akciğerə yayıla bilər. Onun üçün bəzən və ya müxtəlif sümüklərə yayıla bilər.
bu araşdırmaları etmək lazımdır. Bəzən akciğer tomografiyası və ya scintigrafiya dediyimiz müxtəlif sümüklərə yayılmasını araşdırmaq üçün o texnik istifadə oluna bilər. Və ya yeni yöntəm, çox nadir istifadə olunan PET dediyimiz pozitron emission tomografi sadəcə sümüklərə deyil, eyni zamanda yumşaq toxumlara nə qədər yayılmasını araşdırmaq üçün bu tip şeylər araşdırmalara ehtiyac ola bilər. Əgər xəstədə uzaq metastaz yoxdursa, o zaman məsəl üçün osteosarkomda yanaşma necədir? Yanaşma öncə kimyoterapiya verilməsi, xüsusilə neoadjuvant kimyoterapiya deyilir, kimyoterapiyası deyilir buna. Müəyyən damardan müəyyən belə deyək, törəmənin əlavə yayılmasını əngəlləyən və yerli olaraq kiçilməsini köməklik edən müəyyən maddələr verilir və ya dərmanlar verilir. Bu dərmanların törəməyə yan təsir və ya törəməni kiçiltdiyi və ya törəməni belə deyək, əleyhinə işlədiyi kimi eyni zamanda insan orqanizmində müxtəlif sürətlə böyüyən hüceyrələrə də yan təsir olur. Onun üçün bu tip şeyləri əlbəttə ki, onkoloqun icra edir. Onkoloq neoadjuvant kimyoterapiya verdikdən sonra isə yanaşmamız cərrahi müalicədir. Burada geniş rezeksiya icra etməkdir. Geniş rezeksiya nə deməkdir? Xüsusilə törəmənin ətrafında normal toxumaya qədər olan bölgənin çıxarılması. Bu nə deməkdir? Sadəcə törəmə olan qism deyil, eyni zamanda əlavə olaraq toxumanın götürülməsi. İnsan orqanizminə aid olan bir bölgədən nə qədər çox eksisiya edilirsə, gələcəkdə funksional anlamda götürdüyümüzdə o qədər əlillik və ya problem qalma ehtimalı olduğu üçün bu tip xəstələrdə əvvəllər açıqcası rekonstruksiya əməliyyatları çox olmadığı üçün amputasiyalar seçilirdi. Tamamilə üzvün çıxarılması. Son dönəmlərdə elm texnikanın inkişafı ilə əlaqədar olaraq o bölgədə bioloji rekonstruksiya əməliyyatı icra edə bilər və bir də o çıxarılmış bölgənin süni materiallarla əvəz edilməsi əməliyyatı icra edə bilər. Bioloji rekonstruksiyası nə deməkdir? Çıxarılmış sümük və toxumanın başqa bir bölgədən, insan orqanizminin başqa bir bölgəsindən alınmış materialla əvəz olunması. Məsəl üçün, baldır bölgəsində olan bir bədxassəli törəmə çıxarıldıqdan sonra orada əmələ gəlmiş defektin incik sümüyünün damarlı olaraq alınaraq o bölgəyə qorunması şəklində ola bilər. Əlbəttə ki, incik sümüyünün enliyi ilə və ya genişliyi ilə qamış sümüyünün genişliyini deyil, bunun üçün müəyyən dövr lazımdır ki, eyni qalınlığa gəlsin və sümük bitişsin və ya da ki, eyni qalınlığa gəlsin, eyni funksiyanı daşıya bilsin. Digər bir, bu bioloji rekonstruksiya misal idi. Süni rekonstruksiya nə deməkdir? Deyək ki, diz nahiyəsində olan bir bölgədə olan tümör çıxarıldıqdan sonra o bölgəyə süni oynağın yerləşdirilməsi. Süni oynağın yerləşdirilməsi törəmənin yerindən asılı olaraq dəyişə bilər və oraya qoyulan endoprotezlər və ya tümör tipi protez deyirik biz buna. Digər bəsit endoprotezlərdən fərqi nədir? Bu bölgədə sümük defekti daha çox olduğu üçün, onun üçün xüsusi alətlər istifadə olunur, yəni süni oynaq. Bu tip problemlərdə deyək ki, əməliyyat olundu, rekonstruksiya olunduqdan sonra da yenidən kimyoterapiya verilməsi və ya radioterapiya tövsiyə oluna bilər. Bunun qərarı da əlbəttə ki, cərrahla, radiasiyon onkoloji ixtisas və onkoloqun bircə səyi nəticəsində olur. Başqa deyəcəyim bir şey, deyəlim ki, xəstənin törəmə olan bölgəsində törəməsi var və eyni zamanda uzaq metastazı var. Uzaq metastazların olması əlbəttə ki, xoş bir şey deyil. Xəstəliyin gələcəkdə ola biləcək proqnozunu mənfi yöndə təsirləmiş olur. Onun üçün valideynlərə və insanlara tövsiyəm odur ki, istər xoş xəstəli törəmələr üçün olsun, istər bəd xəstəli törəmələr olsun, bu xəstəliyi gecikdirməmək, zamanında həkimə müraciət etmək və əlbəttə ki, nəticəsinin daha yaxşı olması üçün bu işlə məşğul olan, ixtisası olan ortoped travmatoloqlara müraciət etməsini tövsiyə edərdim. Təşəkkür edirəm.